Tindən salam. Atam deyirəm hələ il başlamamış. Mən deyənlər hər şeyi qaldırdılar ha. Siqaret, dizel bu yandan qalxdı. Nə bilim ala benzin bu yandan qalxdı. Kommunallar da o yandan. Bunlar hələ o yan bu yan edib qiymətləri qaldırdılar. Ha, qiymətlər də o tutub yanır. Adamı yandıran bir üstədir. Bu ildən işıqla, qaz pulundan 1 manatdan pul alırlar. Qazda hardasa 2,8 milyon, işıqda da 3 milyona yaxın abonentik. Hər ay 5-6 milyon pul girəcək bütçəyə. Mən deyənlər, sizə girən bizdən nöş çıxmalıdır. Deyirəm ala, vaxt var idi, deputatımız Nurullayev narazı idi toydakı israfçılıqdan. Lakin etiraf etməliyik ki, bugün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində, süfrələrdə artıq qida tullantıları, sonsuz menü çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kebablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. Bu, nə dini baxımından, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilməz. Bizim toylarımız sevinç məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilir. Deyirəm, Razım əlim narazı olsa da, qardaşı razıymış ha. Hasil Nurullayev. Hasil müəllim də ki, toplayıb, çıxıb, bölüb, vurub. Elə hasilə gəlib ki, toyu Azərbaycanda yox, ayda eləsin. Sonra deyib, yox la, birdən qardaşımın xəttinə deyər, israfçılıq eləməyim. Ayda yox, Dubayda eləyim. Düz deyək, qışda Dubayda hava o qədər də isti olmasa da, orada da qiymətlər ot tutub yanır ha. Eşitdiyimə görə Aygün Kazımovaya 100 min, aparıcı Naniyə də 25 bin manat pul verib. Hələ bu atəşfəşanlıq, bahalı maşınlar, restoranda yeyib içməyin zadın qiymətini demirəm ha. Razı müəllim, siz bu atalar sözü ilə razılaşmalısınız. Ləmpə öz altına işıq salmır. Bunları işıqlandırın. İndi kimi razı, kimi narazı. Əsas odur ki, gənclər xoşbəxt olsun. Toyun dəbdəbəsi, dəbdəbə deyəndə, yəni ki, mən başa düşmürəm, kim gəlmişdi? Jennifer Lopez gəlib oxuyurdu orada, bilmirəm, Taylor Swift gəlmişdi ora, adlı sanlı Rusiyanın müğənniləri gəlmişdi, hansı ki, yəni ki, dəbdəbəli toy, birincisi, dəbdəbə deyəndə burada 300-400 adam iştirak eləməlidir. Bir də mənə kimi kəsib qohumumuz var, Patamratda qal. O günlər mənə zəng vurub deyib ki, evdə ataplerini olmuyor, istilik pulu gəlib, 9 manat 30 köpük. Götürdüm o ki, getdim bu 377 sayılı istixanəyə. Dedim, ala, mən deyəm, bizim xaniyə gərək istilik gəlsin ki, biz də pulu verək də sən istixanəvə. Xanənin böyüyü Elnur müəllim, söhbəti gah o yana, gah bu yana. Elə fırladıb bir də mənə söz dedi ki, qaldım la, yana. Dedi ki, bizdə turba çəkən usta yoxdur. Amma bir dənə usta var, 250 mavi çəksin. Dedim, ala, mən deyən, müqavilə var məndə. Dedi, nə olsun ki var? Dedim, ala, turbanın başında oturub turba çəkə bilmirsiniz. Azər İstilik Təchizatın böyüyü Mirzəyev İlham Ataoğlu. Xanələrində atamanlar var ha, at oynadır. Yoxsa sənin isti soğuluğu yoxdur, cəmaata isti su gəlir, ya gəlmir. Sənin üçün əsas gəlir. Atan balası, bunların çəkdikləri turbalar. Nə qədər dəyəri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.